Salam dəyərli kanal seyirciləri. Mən Tural müəllim. Bu günlərdə sizə magistratura 2024 ikinci şans imtahan suallarının izahını verəcəm. Videoya başlamamışdan əvvəl davamlı videolar üçün YouTube kanalına abunə olmağı unutmayın. Həmçinin onlayn və yaxud dəyərli dərslərə qoşulmaq üçün 07367 32 nömrəsindən WhatsApp-da yaza bilərsiniz. İndi isə keçirik sualların izahına. Başlayırıq birinci sualda. Deyir ki, yola çıxdığımız bu mətndən çıxan ən uyğun mənadır. Yola çıxdığımız vaxt hamımız nazik köynəklərdə idik, amma bir neçə saatdan sonra gödəkçələrimizi geyinmək məcburiyyətinə qaldıq. Cümlədən çıxan əsas nəticə aşağıdakılardan hansıdır? İndi gəlin, baxaq. Deməli, A variantda deyir ki, yol getdikcə havanın temperaturu yüksəlmişdir. Əksinə, gödəkçələrimizi geyinmək məcburiyyətinə qalmışsa, hava soymalıdır da. B gödəkçə indilərindədir. C bəziləri soyuqlamada gəzməyi xoşlayır. D səyahətlər həmişə istimada maraqlıdır. E isə mütləq doğrudur. Yol getdikcə havanın temperaturu aşağı düşmüşdür ki, gödəkçələr geyinilmişdir. Əynin qalın geyinirlərdə. 47 anaqramdır. Hərflərdən çıxan yeni söz düzəldəcək. Fərqli olanı tapırıq. A variantı kefaldır, balıq adıdır. Burada kafel də düzəldə bilərsiniz. Yenə fərqli olacaq. Çünki qalanlar hamısı tərəvəz adlarıdır. B sarımsaq, C balqabaq, D soğan, Y isə badımcandır. Deməli, B sarımsaq, yenə deyirəm, C balqabaq, D soğan, Y badımcan, fərqli olan kefaldır. 48-ci suala baxırıq. Burada birinci ədədi olduğu kimi yazırıq. 43-ü və sağ tərəfdəki rəqəmlərin hasilini çıxırıq. 43-dən 4 vur, 2 vur, 5 çıxanda 3 qalır. Sonra 81-dən çıxırıq, 2 vuraq, 6 vuraq, 6. 81-dən də deməli 72 çıxanda 9 qalır. 60-dan çıxırıq, 9 vuraq, 6 vuraq, 1. O da 6 eləyir. Nəhayət 71-dən çıxacağıq biz. 8 vurulsun, 1 vurulsun, 8. 71-dən də 64 çıxanda düzgün cavab 7. Yəni B variantı eləyəcək. Baxırıq 49-cu suala. Bu isə mətn təhlilidir. Bu tip məsələlərdə 3 nəfər indi müxtəlif fikir söyləyir ezamlarla bağlı. Tural Lənkərana getməyəcək, Lənkərana Rahim gedəcək, Nicat Gəncəyə getməyəcək. Lakin direktor həmin kimin hara ezam olunacaqda məlum olub ki, referantın dediklərindən yalnız biri doğru olubdur. Burada yadda saxlayın. Həmişə doğru olan fərqli şəhər adı, fərqli fikir deyən olur. Burada deməli Nicat Gəncəyə getməyəcək fikir doğru olacaq. Çünki o birlərin ikisində də Lənkəran adını çəkibdir. Biri təsdiqində deyil, biri inkarında. Onlar həmişə səhv cavab olurlar. Deməli, Tural Lənkərana getməyəcək, Rahim Lənkərana gedəcək. Bunlar səhv fikirdir. Əgər Nicat Gəncəyə getməyəcəksə, Nicat onda ya Lənkərana getməlidir, ya Şəkiyə getməlidir. Lənkərana Rahim gedəcək. Bu səhv fikirdirsə, deməli, Lənkərana Rahim ya Gəncəyə, ya da Şəkiyə gedəcək. Tural Lənkərana getməyəcək. Bax, bu səhv fikirdirsə, Tural ilə onda Lənkərana gedir. Bax, 2 dənə inkar təsdiq verir. Deyir ki, Tural Lənkərana getməyəcək. Bu səhv fikirdir. Bu səhv fikirdirsə elə onda Tural Lənkərana gedir. Onda Nicat Lənkərana gedə bilmir. Şəkiyə gedir. Rahim də Şəkiyə gedə bilmir. Gəncəyə gedir. Beləliklə düzgün cavab burada olacaq. Tural Gəncə. Deməli, daha doğrusu Tural Lənkəran. Tural Lənkəran. Ondan sonra Rahim Gəncə və Nicat da Şəki olacaq. Yəni B variantı. Əks təqdirdə, məsələn, digərləri doğru olsaydı, onda məsələnin düzgün şərt çıxmayacaqdı. Məsələn, tutaq ki, birinci fikir doğru, ikinci səhv olsaydı, üçüncü səhv olsa, deyir Tural Lənkərana getməyəcək, olsun. Tural ya Gəncəyə, ya Şəkiyə gedir. Rahim deyir Lənkərana gedəcək. Əgər bu səhv fikirdirsə, deməli, o da Gəncəyə, yaxud Şəkiyə gedir. Nicat Gəncəyə getməyəcək. O səhv fikirsə, Nicat Gəncəyə gedir. Avtomatik 2 nəfər Şəkiyə gedir, Lənkərana gedən olmur. Yəni, burada həmişə doğru fikir fərqli şəhərin adını çəkən olur. O da Gəncə, Nicat olduğu üçün Nicatı doğru götürdük. 50-ci sual şifrələrlə bağlı sualdır. Burada da deməli biz motor sözünü istəyir. Məsələn, biz birinci cərgədən M hərfini tapa bilərik. Birinci cərgədə M hərfindən 2 dənədir. Daha doğrusu P hərfini tapa bilərik. O-dan da 2 dənədir. P hərfindən 1 dənədir. İndi birinci rəqəmlərə baxsaq, 5-dən 2 dənədir, 6-dan da 2 dənədir. Amma P-dan 1 dənədir, P 1-i göstərir. Yəni, elə bir parad sözü onda uyğun olur, 12324-də uyğun olur. Və bizdən də motor sözünü soruşursa, motor sözündə ikinci və dördüncü hərfi eynidir. İkinci, dördüncü hərfi eyni olan 2 söz var idi. Biri parad idi, biri motor. Parad tapdıq ki, 12324-də D-yə uyğundur. Onda motor sözü də Y-yə uyğun olacaq. İkinci və dördüncü hərf eynidir. Düzgün cavab Y olacaq. 51-ci suala baxırıq. 51-ci sual. Qələbənin 3 xalla, heç-heçənin 1 xalla qiymətləndirdiyi futbol çempionatında bütün komandalar 25 oyun keçirmişlər. B klubu 21 qələbə ilə ikinci yerdədir. Deməli, birinci yerdə A klubudur, ikinci yerdə B klubudur. Burada da şərtdə deyir ki, qələbə 3 xal verir. Heç-heçə, deməli, heç-heçə burada
demək, qələbə 3 xal verir, heç-heçə 1 xal verir, məğlubiyyət də xal vermir, 0 xal verir. Məğlubiyyətə xal düşmür də. Deməli, qələbəyə 3 xal verilir, heç-heçə 1 xal, məğlubiyyətə isə xal verilmir. Deyir ki, B klubu 21 qələbə ilə ikinci yerdədir. B klubunun 21 qələbəsi varsa, avtomatik 63 xalı var və burada da deyir ki, A klubu ondan az qələbə qazanır və ondan öndədir. B klubunun yalnız bir oyunda heç-heçə elədiyi məlumdursa. Deməli, B klubu onda 21 bıraq 3, üstə gələk 1. Bir dənə də heç-heçəyə 1 xal verilir axı. Onda B klubunun yekun xalı 64'dür. Buradan yekun xalı yazım. Deməli, B komandasının 64 xalı var. Qalan, deməli, 5 oyunda da, qalan 3 oyunda da məğlub olub 25 oyundan. Məğlubiyyətə xal verilmir. A komandası B-dən öndədirsə, xalca öndədir. Yəni, ən azı A 65 yığmalıdır da. Məsələn, A-nın 19 qələbəsi olsa, qalan 6 oyunu heç eləsə, deməli, onda 63 xalı olar. Yəni, xalları eyni ola, A-nın xalı B-dən az olur da. Deməli, A-ya biz 20 qələbə verəcəyik ki, B-ni keçsin. 20 qələbə və 5 heç-heçəsi olacaq. Məğlubiyyəti olmayacaq. Və bu halda A keçir B-ni. 20-ni 3-ə vurur, üstünə 5 gələndə 65 xal edir. Yəni, yekunda A-nın xalı B-dən yuxarı olur. Məsələn, belə də ola bilər. Cavab deməli, A-nın heç-heçəsini istəyirsə 5-dir. Tutaq ki, məsələn, A-ya 4 heç-heçə də verə bilərdik. Əslində, xalları bərabər olub A, B-dən öndə ola bilərdi. Futbolda belə bir qayda var. Məsələn, top fərqində falan irəlidə ola bilərdi ya şəxsi oyunlarda. Amma burada deyir ki, xalca öndədir. Yəni, bərabər də olmaq ehtimalları yoxdur. Yəni, 64-64 olub A, B-dən öndə ola bilərdi. Amma burada xalca öndədirsə, onda A, B-dən xalca çox xal yığıbdır. Deməli, A-nın onda 65 xal olması üçün gərək 5 heç-heçəsi olsun və düzgün cavab olacaq 5, yəni C variantı. 52-ci suala baxırıq. 52-ci sualda deməli, burada biz müxtəlif hərflər verib, axırda bizdən K-nın elin cəmini istəyir. Biz diqqətlə baxsaq, K-nın elin cəminin aşağısına B hərfi yazıldı. Yəni, K-nın elin cəmi B-yə bərabərdir. İndi burada da belə bir şey var ki, məsələn, deməli, B hərfindən Ə hərfini toplayıb, eyni bir Ə hərfini alıbdır. Əgər eyni bir Ə hərfini alıbsa, B-nın 2 dənə olmaq ehtimalı, 2 rəqəm olmaq ehtimalı var. Bir 0 ola bilər, çünki 0 ilə nəyisə toplayanda özəyə gedir, bir də 9 ola bilər. 9 da necə ola bilər? Sağdan yadda alanda. Məsələn, bax, tutaq ki, mən bura yazıram, 735, üstə gəlinsin, 298. Bax, 5 ilə 8 toplayanda 13 edir. 3 ilə 9, 12, sağdan bir yadda olur, 3 olur. Görürsünüz, bunlar bir-birinə bərabər olurlar. Yəni, Ələr bir-birinə bərabər olur. Başqa, məsələn, bir neçə nümunə deyim, 395 üstə gələk, 278. Bax, bu 13 edir, 16, 7. Görürsünüz, bunlar bir-birinə bərabər olur. Yəni, B ya 0 ya 9 olar. B 0 olsa, deməli, K-nın elin cəmi 10 ola bilərdi, 20 ola bilərdi, o da yoxdur cavablarda. 20 ola bilməz, düzürsəm, 10 ola bilərdi, 2-dən 2 rəqəm nədədir? Sonra 0-dan bitən. B cavabda 0 yoxdursa, onda B-nin qiyməti o zaman 9-dur. K-nın elin cəmi indi fikirləşmək olar ki, bəlkə 19 olubdur. 2 dənə bir rəqəm nədir toplayanda 19 eləmir axı. Deməli, burada yadda olmayıb da. K-nın elin cəmi ilə B-yə bərabərdirsə, yəni B 9-sa, onda elə bu ifadənin qiyməti 9 olacaq. Düzgün cavab Y variantı olacaq. 0-da olsaydın da K-nın elin cəmi gərək 10 olardı. 53-cü suala baxırıq. 53-cü sualda deməli hissələrin ayrılışıdır burada. Fikir versək demək. 53-cü sualda burada baxın, bu hissələri ayırıb buradan. Burada simmetrik şəkildə yazıbdır. Baxın, bax buranı fikir verin. Bax bunu buradan ayırıb, bunu da buradan ayırıb və bu hissələri alıbdır. Fikir verin, fırlayıb, yəni şəkli fırlayıb. İndi bu hissələri də biz ortadan ayırıb, bunları fırlayıb üst-üstə qoysaq, belə bir fiqur olacaq. Kvadratlar da burada gəlib mərkəzə düşüb, üst-üstə fikir verir, ayrı hissələri üst-üstə qoyub, yəni fırlayıb üst-üstə qoyub, düzgün cavab burada B variantı olacaq. 54-cü sual, hamısı tibbi aid olan sözlərdir, birindən başqa. B variantı, A variantı deməli stomatoloqdur, diş həkimi, C variantı uroloqdur, böyrək həkimi, Y variantı psixiatrdır, həkim, ondan sonra deməli bu isə terapevt, can həkimidir. Futuroloq isə gələcək haqqında rəy verilməsidir. Gələcəyi görmək, gələcək haqqında fikirlər deməkdir. Futuroloq o mənadadır. Yəni, həkimliyə aidiyyatı yoxdur. Düzgün cavab B-dir. 55-ci sualda isə kənardakı hissələri, üst-üstə düşənləri atıbdır. Bax, bunlar görürsünüz, üst-üstə düşür, burada atıbdır şəkildə. Birinci kvadratda olduğu kimi yazıb. İçəridə isə eyni olanları götürüb. İkisində də eyni olan üstə gəldi. Burada da ikisində də eyni olan dairə üstə gəldi. Görürsünüz, kənarları atıbdır. İndi burada birinci biz kvadratı yazacağıq.
Kənarı heç nə yoxdur, boş qoyuruq. Mərkəzdə də eyni olan dairədir. Beləliklə, mərkəz dairə olacaq. Düzgün cavab o zaman B variantı olacaq. Ondan sonra keçirik 56-cı suala. 56-cı sual hissələrdən ayrılan fiquru istəyir bizdən. Deməli, baxın, bunu buradan ayırsaq, bu birinci şəkil buranı göstərir. Ondan sonra buraları buradan ayırsaq, bax, bunlar kənarları göstərir. İkinci və üçüncü hissəni göstərir. Bu da, deməli, dördüncü hissə, mərkəz də buranı göstərir. Beləliklə, burada D variantı alınır. Düzgün cavab D variantıdır. 57-ci suala baxırıq. 57-ci sualda, deməli, bunu biz cədvəl çəkərək həll edəcəyik. Burada cədvəlimizi çəkək biz. Deməli, cədvəli çəkək burada. Cədvəldə də neçə çəkəcəyik? 5-in 5-ə çəkəcəyik. Çünki 5 dənə oğlandır və 5 dənə nəqliyyat vasitəsilə hərəkət ediblər. Bura yazıram Emin adını, bura yazıram Rasimin adını, bura yazıram Cəmilin adını, bura Kənanın adını, deməli, burada yazıram Muradın adını. Oğlanların adlarını yazdım. İndi bura onların getdiyi nəqliyyat vasitələrin adlarını yazacağım. Biri qatarla gedibdir, biri təyyarə ilə gedib. Ondan sonra biri, deməli, gəmi ilə gedibdir, biri, deməli, taksi ilə gedibdir, biri də avtobusla gedibdir. Bura ta yazıram taksi. Biri taksi ilə gedib, taksi ayrılsıntı, bu da avtobusla gedibdir. Adları yazdım. Deməli, indi bizə deyir ki, qatarla gedən oğlan universitetdə Eminlə bir qrupda oxuyur. Deməli, Emin o zaman qatarla getməyib və bazar günü Muradla futbol oynayır. Deməli, o zaman qatarla gedən, avtobusla gedən oğlan orta məktəbdə təhsil alan Kənanla dostluq edir. Onda Kənan avtobusla getmir, Kənana avtobusa xətt qoyuruq. Həmçinin burada deyir ki, avtobusla gedən oğlan orta məktəbdə təhsil alan Kənanla dostluq edir. O zaman Kənan qatarla getməyəcək. Çünki qatarla gedən oğlan universitetdə oxuyur. Orada deyilir ki, qatarla oxuyan oğlan universitetdə. Kənan avtobusla deməli gedən oğlan, Kənan orta məktəbdə oxuyursa, o zaman Kənan deməli qatarla getməz də. Çünki avtobusla gedən oğlan orta məktəbdə oxuyur. Və sonra ardınca deyir ki, Kənan heç vaxt hava su nəqliyyatından istifadə edəməyib. O zaman Kənan təyyarə və gəmidən də istifadə edəməyəcək. Kənana deməli, yalnız bu zaman taksi qalıb, digərlərini çıxdaş edirik. Sonra səyahətə gedərkən Murad hava nəqliyyatından istifadə edib. Deməli, Murad hava nəqliyyatı isə təyyarədir. O zaman burada deməli, təyyarələri çıxdaş edirik. Təyyarələr, bunu bir dənə səhv yazdım, bunu silirəm. Cəmili qatar səhv gedir. Deməli, Murad təyyarə ilə gedibsə, buraları çıxdaş edirik. Sonra deyir ki, deməli, Cəmil isə su nəqliyyatına istifadə etmir. Cəmilə gəmiyə minus qoysaq, Cəmilə avtomatik avtobus qalır. Deməli, Cəmil avtobusla gedir. Buraları da çıxsaq, Emin gəmi ilə gedir. O zaman buraları da çıxsaq, Rasim qatarla gedir. Bütün hamını tapmaq olur. Bizdən də deməli, kim deyir avtobusdan səyahət edib? Avtobusdan səyahət edən Cəmil olur. Düzgün cavab burada, o zaman D variantı olacaq. Yəni, burada şərtləri oxuyanda gərək diqqətli oxuyaq. Şərtləri oxuyanda gərək diqqətli oxuyaq ki, deməli, səhv eləməyək. Sonra keçirik növbəti suala baxırıq. Yəni, 58-ci suala. 58-ci sualda qarşı üzlərlə rahat tapmaq olur. Burada belə bir qayda var ki, qarşı üzlər eyni vaxtda görülmür. Yəni, 9 ilə 5 eyni vaxtda görülə bilməz. Ondan sonra digər üzləri yazaq, 7 ilə 8 eyni vaxtda görülə bilməz. Həmçinin, deməli, digər üzlər 1 ilə 2 eyni vaxtda görülə bilməz. Hansılar ki, bunlar eyni vaxtda verilibsə, cavablardan çıxacağıq. Məsələn, A variantı da 1 ilə 2. Baxın, eyni vaxtda verilib. Eyni səhv B-də də var, 1 ilə 2 verilibdir. D-də səhvlik 8, C-də səhvlik 8 ilə 7-dir. Y-də də səhvlik 9 ilə 5-i veribdir. Ola bilməz. Beləliklə, düzgün cavab D variantıdır. Yəni, qarşı üzvlərə əsasən bu sualı rahat tapmaq olur. 59-cu sualda fiqurun tərəfinin sayını 2-yə vurub. Fiqurun 4 tərəfi var. 4-ü 2-yə vuranda 8 eləyir. Bir də 4-ü kvadrata qaldırıbdır. 4-ün kvadratı 16 eləyir. Burada da fiqurun 7 tərəfi var. 7-ni 2-yə vuranda 14 eləyir. Və 7-nin kvadratı 49 eləyir. Deməli, bu fiqurun 6 tərəfi var. 6-nı 2-yə vuranda 12 və 6-nın kvadratı 36 eləyir. Beləliklə, düzgün cavab 12-36 C variantı olacaq. Davam edək, keçək növbəti 60-cı suala baxırıq.
Baxırıq 60-cı suala. 60-cı sualda isə, baxın bu hissəyə görürsünüz. Deməli, saat istiqamətinə fırlanıb, buranı kəsibdir. Fikir verin, atıb çölə. Burada isə saatın əksinə fırlanıb, buranı atıb çölə. İndi bizdə də üç bucaqda, deməli, bizdə hansı hissə atılacaq? Bax, bu dairə gəlib buranı kəsəcək, bu hissə kəsiləcək və bu düz bucaqlı da buranı kəsəcək. Və bu hissənə bura kəsilməlidir. Biri saatın əksinə, biri saat istiqamətinə kəsibdir və atıb çölədə, yəni çölə çıxarıbdır. Hissələri kəsibdir. Düzgün cavab o zaman B variantı olacaq. 61-ci sual aşkar operatordur. Tənlikdən həll edirik. A kub 125-ə bərabərdir. Əgər A kub 125-dirsə, deməli A-nın qiyməti o zaman buradan 5-dir. Və 4B-ni X-a bərabər edirik. Buradan da indi bu şəkildə saxlayaq, indi aparıb yerinə qoyacaq. A-nın yerinə 5 yazacaq, 5 bıraq 2 üstə gələk. B-nin yerinə elə yazacaq 2B, bərabərdir 30. Buradan da alacaq ki, 2B bərabərdir 30-dan 10 çıxanda 20, B-nin qiyməti 10-dur. Bax, bu şəkildə edirik. Yəni, amma axırda bizdən X-i soruşur. Biz də bayaq qeyd elədik ki, X 4B-yə bərabərdir. X 4B-dirsə, biz də B-yə 10 tapdıq. 4-ü aparıb yerinə qoyuruq. 4-ü vururuq ona. O da 40, yəni D variantı edilir. Sonra baxırıq 62-ci suala. 62-ci sualda bizdən deməli doğru cavabı istəyir. Əgər biz bu kubu, deməli, bax görürsünüz, bunu biz yuxarıya doğru qatlasaq, üstəgəl gəlib burada durur, düzdür? Və bu nöqtədə arxa tərəfə gedir. Yəni, elə bil ki, baxın, nöqtə bu kvadratın bu hissəsinə gəlir, düşür də, arxa tərəfinə düşür. İndi biz bunu bir dəfə də sola doğru qatlasaq, artıq, daha doğrusu sağa doğru qatlasaq, bu fiqur bunun gedib sağ hissəsində durur və istiqamətini də dəyişir və belə bir vəziyyət alır. Nöqtə də axı bu küncdə idi. Nöqtə də həmin künc hissədə qalır, yəni sola doğru çəkəndə. Beləliklə, düzgün cavab elə A variantı olacaq. Məsələn, bunu tutaq ki, təsəvvürlə çətindirsə, pozan üzərində də çəkib tapmaq olur. Pozan üzərində çəkirsiniz bu hissələri olduğu kimi. Məsələn, bura çəkdiniz. Ondan sonra bu hissəni buradakı vəziyyətə gətirmək üçün yuxarı qatlayırsınız, sağa fırlayanda görəcəksiniz ki, bu hissə mərkəzə gəlib düşür, bu hissə mərkəzə düşür, üstəgəl yuxarısına, nöqtə də gəlib, bax, üstəgəlin bu aşağı sağ küncü, sol küncünə düşür yuxarıdan. A variantı alacaq. Düzgün cavab olacaq 62-də A variantı. Ondan sonra baxırıq 63-cü suala. Balığın pulcuğu olur, qoyunun isə yunu olur. Ondan sonra, yəni o balığı təmizləyirlər, birinci pulcuğun təmizliyində. Sonra 64. Bu tip suallarda biz bu fiquru görürsünüz 4 bərabər hissəyə ayrılıbdır. Biz də burada 4 hissəyə ayrı nömrələyəcək. Bizdən rəngini istəyir. 4 dənə burada bütöv rəngi var. Sonra bunları üst-üstə qoysaq 5-ci rəngi burada olur. Bunları da üst-üstə qoysaq 6-cı rəngi burada olur. Və aldığımız altını da 4-ə vururuq. Çünki 6 dənəsi rənglənidir. Beləliklə 64-də düzgün cavab 24. Yəni olacaq B var. Deməli 64-də deməli 24 dənəsi rənglənibdir. Burada deməli 6 dənəsini tapdıq, 24 elədir. Amma cavab 24 deyil. Çünki burada bir dənə də əlavə hissə var. Gəlin ona da baxaq. Bax, deməli bunlar elədir. Bu 4 dənə burada var. Bu ikisi elədir 5, bu ikisi elədir 6. Görürsünüz, burada da deməli yarımçıq bir dənə hissə var. Yəni ümumi 6.5 olacaq. Bir də baxaq. Bax, bunu buradan ayırdıq. Bütövləri gəlin götürək. 1, 2, 3, 4. 4 dənə bütöv hissəmiz var bizim. Bunlar ikisi birlikdə, bu bura gəlib duranda 5 eləyib. Bu da gəlib burada dursa 6 dənə eləyib. Burada axı bizim bir dənə də yarımçıq deməli fiqurumuz var. Və deməli biz bu fiquru da 0. Elə bil ki, bir dənə yarımçıq olduğu üçün 6.5 kimi götürürük. 6 dənə bütöv oldu, bir dənə də yarımçıq o 0.5-dir. 6.5 də 4-ə vuranda 26 eləyəcək. Beləliklə 64-cü sualda düzgün cavabımız B variantı olacaq. Düzgün cavab olacaq B variantı. Yəni, bir də göstərirəm. Bax, bunu ayırdıq burada. Bütövlər burada 1, 2, 3, 4-dür. Yarımçıqlar burada, deməli, bu yarımçıqları hissə qoyanda eləyir. Bunlar, məsələn, bunu bura qoyanda eləyir 5. Sonra bunu da bura gətirib qoyanda eləyir 6. 6 dənə olur. Bunu bura qoyanda 6 dənə oldu mu? Bir dənə də burada yarımçığımız var. Bax, bu yarımçıq burada olur daha doğrusu. Ümumi olur 6.5. 6.5-də 4-ə vuranda 26. B variantı düzdür. Ondan sonra baxırıq 65-ci suala.
65-ci sualda baxın, yuxarıdan aşağı götürəcəyik üçlü şəkildə götürürük hamısını, bütün şəkilləri. Və çatışmayanı tapırıq. Bax, x-la qara dairə olanda fikir verin. X qara dairə olanda o biri mütləq qara dairə olubdur və boz dairə. Deməli, buranı boz edirik. Sonra x-la boşluq olanda fikir verin. O üçün eyni vaxtda baxın, o biri boşluq olubdur. Deməli, bura boşluq olacaq və 2 dənə üstəgəl olanda, 2 dənə üstəgəl bax, burada var. Birinci şəkildə var. O biri x olubdur. Deməli, növbəti x olacaq. Beləliklə, düzgün cavab C variantıdır. Bir daha izah edirəm. Deməli, burada sütun boyu baxdıq, yuxarıdan aşağı. İndi bax, indi biz bu hissələri tamamlamalıyıq da. X-la boşluq, X-la boz olanda, bax, bu şəkilə baxın, görəcəksiniz. O biri nə rəng olubdur? Boz olubdur. Deməli, bura boz olacaq. X-la boşluq olanda, o biri necə olubdur? Boşluq olub. Ona görə bura boş qalacaq, heç nə yazılmayacaq. 2 dənə üstəgəl olanda, o biri x olub. Deməli, bura x olacaq. Beləliklə, düzgün cavab C variantı olacaq. Gəldik 66-cı suala. Baxırıq 66-cı suala. 66-cı sualda 2 dənə üçbucaqdır burada və onların hərəkətini göstərəcəyik. Məsələn, bu birinci üçbucağı, məsələn, burada 1 ilə nömrələyəcəm, ikincisini isə 2 ilə. Bax, bu birinci üçbucaq 2 addım hərəkət edib. Burada yazıram. 2 addım, deməli, sağa hərəkət edibdir. 2 addım sağa. İkinci fiqur isə, deməli, 1 addım sola hərəkət edibdir. 1 addım sola hərəkət edib. 1 addım sola hərəkət edib. Bax, və üçbucaq da hara gedirsə, həmin istiqamətin rəngini alıb da. Məsələn, birinci üçbucaq gəlib bura, görürsünüz 2 addım hərəkət edib, gəlib bu vəziyyəti alıbdır. Bu ikinci üçbucaq gəlib bura 1 addım sağdan əksinə. Növbətdə ikinci üçbucaq buradadır. Bu isə 2 addım hərəkət edib, gəlib bura düşür. Növbəti şəkildə, deməli, bu ikinci üçbucaq, deməli, 1 addım hərəkət edib, gəlib bura. Birinci üçbucaq isə, deməli, 2 addım hərəkət edir sağdan əksinə doğru və o da gəlib eyni yerə düşübdür. Baxın, 2 addım hərəkət edir də, növbətdə elə bir burada olur, 2 addım da gəlir bura düşür. İkisi də eyni yerə düşübdür. İndi növbəti şəkildə artıq, növbəti şəkildə qursaq biz, artıq ikisi hal-hazırda eyni yerdədirlər. Və, deməli, bu birinci üçbucaq 2 addım hərəkət edəndə gəlib bura düşür, bax bura rənglənir, bu istiqamət rənglənir. Bu biri üçbucaq da ikinci üçbucaq. 1 addım, deməli, ikinci üçbucaq isə 1 addım saat istiqamətində hərəkət edir. 1 addım saat istiqamətində hərəkət edəndə, biri deməli, dediyim kimi 2 addım hərəkət edir, biri də 2 isə 1 addım hərəkət edir hər dəfə və növbəti də 2 gəlib artıq burada duracaq və bura rənglənəcək. Bu 2. Bu 2 burada olacaq, bir də burada olacaq. Yəni, bax, bu sağ küncləri rənglənən 2 dənə variantı qalır. Ya D-dir, ya da Y variantıdır. Deməli, bir də izah edirəm. Bax, burada nömrəliyib, üçbucaqların hərəkətini göstərirəm sizə. Bax, bu birinci üçbucaqdır. Bu neçə addım hərəkət edib? 2 addım hərəkət edib, növbəti gəlib bura. Növbəti şəkildə 2 addım hərəkət edib, gəlib düşüb bura. Bax, bir buradadır. Növbəti şəkildə isə 2 addım hərəkət edib, bir gəlib bura düşür. 2 isə 1 addım hərəkət edibdir. 1 addım, buradadır 2, sola doğru hərəkət edib. Növbəti şəkildə 2 buradadır. Növbəti şəkildə 2, ikisi də eyni yerə gəliblər. İndi növbəti şəkildə artıq 1-2 addım hərəkət edəndə gəlir bura düşür. 1-2 addım hərəkət edəndə gəlir deməli bura düşür. Sağa doğru da hərəkət edir. Deməli, 2 də eyni istiqamətdə gedir. 2 də deməli 1 addım sadəcə hərəkət edir. 2 burada olur. 1 burada, 2 burada olur. Və baxın 2 buradadır. Növbətdə 2 gəlib deməli düşəcək. Burada olublar növbətidə və növbəti sonuncu şəkildə isə 2 artıq buradan 1 addım gedəndə gəlir bura düşür. Bura rənglənir. Bir də bura rənglənir. Yəni, bu istiqamətdən bax, bu künclər rənglənməlidir. Elə bil 2 buradadır, bir də buradadır. 2 burada, bir də buradadır. Buna görə 2 variant qalır. Ya D-dir, ya da Y variantıdır. Digər tərəfdən dairələrin də indi hərəkətinə fikir versək, oradan cavabı tapacağıq. Bu da yenə biri 1 addım hərəkət edir, biri isə 2 addım hərəkət edir. Bax, bu 1 addım hərəkət edir, 2 addım hərəkət edir buradadır. Bu isə 1 addım hərəkət edir buradadır. Növbətidə deməli bu 1 addım hərəkət edir burada, 1 buradadır. Növbətidə 1 buradadır, 2 isə 1 addım hərəkət edir buradadır. İndi dairədə biz yenə 2 addım hərəkət edəcək, 2
2 addım hərəkətləyəndə onda bura düşəcək. 2 də 1 addım hərəkətləyəndə onda gəlib bura düşəcək. Bax bura. Deməli 2 1 addım hərəkətləyir, gəlib bura düşəcək növbəti şəkildə. 1 də 2 addım eləyəndə bura düşəcək. Yəni bu istiqamətlərdə rəngli olan düzgün cavab olacaq. O zaman Y variantı. Baxın. Yəni orada da dairələrin hərəkəti ilə tapmaq olur. Düzgün cavab olacaq D variantı. İndi keçirik növbəti suallara baxırıq. Y variantı, daha doğrusu 66 Y variantı. Yeni göstərib deyiləm. Bəli, Y variantı olacaq 66. Düzgün cavab. 67-ci sual yaş məsələsidir. Burada Həsənlə Arifi ayrıca tapacağıq. Həsənin yaşını gəlin X qəbul edək. Arifin yaşını isə Y. Birinci Həsəni tapan, sonra Arifi. Həsəni tapanda Həsənin 5 il sonraki yaşı X-in üstünə 5 gəlirik. 5 il əvvəlki yaşından 2 dəfə çoxdur. X çıxaq 5-i vururuq 2-yə. Bu təmliyi həll edəsək, X üstünə gəl 5 bərabər 2X çıxaq 10 olur. X-ları tərəf-tərəfə çıxanda 1X bərabərdir. 5 ilə onu toplayanda 15 edir. Belə ki, Həsənin 15 yaşı var. Eyni qaydadan Arifi tapacağıq. Arifin 7 il sonraki yaşı deyirsə, Arifin 7 üstünə 7 gəlir. 7 il əvvəlki yaşından 3 dəfə çoxdursa, burada 3-ə vuracağıq. Olacaq 7 Y üstə gəl 7 bərabər 3Y çıxaq 15. X Y-ləri bir-birindən çıxanda 2Y. 7 ilə 15 toplayanda 22 edir. Belə ki, Y-in qiyməti 11-dir. Beləliklə, deməli, aparıb yerinə qoysaq və bizdən demək, Həsənin yaşı burada oldu. Burada demək, X üstə gəl 5 bərabərdir. X çıxaq 10. 2 dəfə çox deyil. 2X çıxaq 10 yazdıq və X-ə tapdıq 15. Həsənin oldu 15 yaşı. Burada çaşıb 7 il əvvəlki mən Y çıxaq 5 yazmışam. Y çıxaq 7 yazmalıydıq. O da olur 21. Nəticədə olacaq 2Y bərabər 28. Y-in qiyməti olacaq o zaman 14. Və nəticədə Arifin olacaq. Deməli, Həsənin oldu 15 yaşı, Arifin 14 yaşı oldu. Nəticədə Həsən Arifdən 1 yaş böyükdür. Düzgün cavab olacaq 67-də C variantı. Keçirik növbəti. Burada deyirəm, tənlikdən yazacağıq. Həsənin yaşını X götürsək, Arifi isə Y götürsək, yazıram Həsən X, Arif Y. Deməli, Həsənin 5 il sonraki yaşı X üstə gəlir 5 bərabərdir. 5 il əvvəlki yaşından 2 dəfə çoxdur. Bu tənliyi həll edib X-in qiymətini tapırıq. Həsənin yaşı olur, nəticədə 15 olur. Arifi də tapanda deməli olacaq Y çıxılsın 7 bərabərdir. Y üstə gələk 7 və Y çıxaq 7-ni 3-ə vuracağıq. Və buradan da 3Y çıxaq 21 bərabərdir. Y üstə gəl 7. Tərəf-tərəfə keçirəndə 2Y 28, Y 14 olur. Birinin 15 yaşı var, birinin 14 yaşı var. Yəni, Həsən Arifdən, Həsənin 15 yaşı oldu, 1 yaş böyükdür. C variantı. Baxırıq 68-ci suala. 68-ci sualda burada fərqli olanı istəyir. Burada fərqli olan alma qabıq olacaq. Niyə görə? Çünki bax, digərləri təbii halda deyil. Yəni, paltarı biz alırıq bədəni qorumaq üçün, yəni bədəni soyuqdan qorumaq üçün geyinirik paltarı bədənə. Səlləyə su tökürük, amma bunlar təbii halda deyil də. Ayaqqabını alırıq ayaq üçün, qılıncı taxırıq. Amma bu qabıq almanın tərkib hissəsidir. Yəni, onu biz almırıq da, o təbii halda olur, özünündür o. Qabıq almanın özündür, onu almağa ehtiyac yoxdur, özünün tərkibində olur. Ona görə düzgün cavab C variantdır. 69-cu sual. Birinci rəqəm, burada 4 rəqəmdən söhbət gedir. Biz də bunları əliflərlə işarə edək. Birinci rəqəm, ikinci rəqəmin 4də biridir. O zaman biz birinci rəqəm, ikinci rəqəmin 4də biridirsə, onda biz birinci rəqəmi x, ikinci rəqəmi 4x götürə bilərik də, birinci, ikincidən 4 dəfə azdır. Sonra deyir ki, üçüncü rəqəm birinci ilə ikincinin cəmidir. X ilə 4x-i toplayanda, onda C-nin qiyməti 5x olur. C-yə yazırıq 5x. Sonuncu rəqəm isə ikincidən 2 dəfə böyükdür. İkinci 4x idi. Onda D-nin qiyməti 4x-i 2-yə vuranda 8x edir. İndi biz də burada x-ə yalnız bir qiymət verək də, rəqəm 9-dan yuxarı ola bilməz axı. X-ə məsələn 2 verə bilməliyik, 3 verə bilməliyik. X-ə 1 versək, A-nın qiyməti 1, B-nin qiyməti 4, C-nin qiyməti 5, D-nin qiyməti 8 olur. Nəticədə 1458 ədədi yaranır. İndi biz də bu ədədin rəqəmlərini toplasaq, düzgün cavab olacaq. Deməli, 1458-in rəqəmlərini toplayırıq, 18 olur. Yəni, A variantı doğru cavab.
Baxırıq 70-ci suala. 70-ci sual ardıcılıqdır. 5-dən 6 alınıb, 6-dan 14, 14-dən 45. Eyni qaydadan burada da 15-dən 16, 16-dan 34, 34-dən 105. Həlli necə gedir? Həm yuxarı, həm aşağıda eynidir. 5 vur 1 üstə gəl 1, 6 edir. 6 vur 2 üstə gəl 2, 14 edir. 14 vurulsun 3, üstə gəl 3, 45 edir. Digərlərində də eyni məntiqdir. 15 vur 1 üstə gəl 1, 16, 16 vur 2 üstə gəl 2, 34. 34 vur 3 üstə gəl 105. İndi biz burada 36-nı vuracağıq 1-ə, üstünə 1 gələcəyik. Olacaq 37. Ondan sonra 37-ni 2-yə vurub üstünə 2 gələcəyik. Olacaq 76. Sonra 76-nı deməli fikir verin 3-ə vurub üstünə 3 gəlib 231 alıb. İndi burada da 27-ni 1-ə vurub üstünə 1 gələndə 28. İndi biz növbəti sual şərhəsini tapmaq üçün 28-i bu dəfə 2-yə vurub üstünə 2 gələcəyik. O da 58 eləyəcək, yəni A variantı. Baxırıq növbəti 51-ci sual. 51-ci sualda, 71-ci sualdan doğrusu, 71-ci sualda deməli bizdən simmetriya kəsimləri istəyir. Gəlin baxaq. Məsələn, baxın bu ulduzun simmetriyasına fikir versək, deməli bunu biz bu tərəfə doğru atsanda ulduzun istiqaməti bu şəkildə qala bilməzdir, maili olacaq. Ona görə B variantını çıxırıq. B variantı səhvdir. Digər tərəfdən burada da yenə simmetriya pozulubdur. Y variantında çıxırıq. Ondan sonra deməli, baxın burada biz bunu açanda, bax burada belə bir paxla olur. Bu paxlanı açanda bu istiqamətdə bunun hissəsi yaranır axı. Yəni bura səhvdir. C variantda orada əlavə bir paxla verildi. Yerdə qalır A ilə D variantı. Ondan sonra deməli A ilə D variantında da deməli 71-ci sualda baxın bu istiqamət A-da kəsilibdir. Hansı ki bizdə deməli həmin istiqamət kəsilməyib baxın. Yəni bu istiqamət kəsilməyibdir. Açanda bax bura. Burada bu hissə yoxdur axı kəsik hissəsi. Deməli bu hissə burada səhv gedibdir. A variantında çıxırıq. Düzgün cavab qalacaq 71-də D variantı. 72. 72-ci sual nöqtələrin hərəkətidir. Deməli mən burada nömrələyəcəm yenə üstündə. Bu 1 nömrələ nömrələyəcəm. Bax bu 1 nömrəli kvadrat diaqonal boyu hərəkət edib. Deməli baxın yəni diaqonal boyu bu belə hərəkət edib. Növbəti şəkildə artıq bunu çəkək. 1-in yeri gəlib düşəcək bura. 1 burada olacaq. Sonra digər kvadratlara baxaq. Burada 2 dənə kvadrat ümumiyyətlə hərəkət eləməyiblər. Məsələn bunu 2 nömrələ işarə eləyək. Göz bunlar həmişə yerində qalıb. Deməli bura yerində qalacaq. Sonra 3 nömrəli kvadrat. Bu da hərəkət eləməyib. Həmişə yerində qalıb. Deməli o zaman bu yerində qalanda buranı 4 yerə bölək. Bura rəngli qalacaq. Və digər hərəkət edən kvadrat 4 nömrəli kvadratdır. Hər dəfə bir addım yuxarı gedib. Deməli 4 nömrəli kvadrat növbətdə bu istiqamətdə olacaq. Beləliklə düzgün cavab C variantı olur. Kvadratlardan biri diaqonal boyu hərəkət edir. 1 nömrəli kvadratdır. Digəri 4 nömrədir. Hərəkət edir yuxarıya doğru. Qalanlar isə hərəkət eləmirlər. Və hərəkət edən biri bu kvadratdır. Diaqonal boyu. Buradan gəlib bura düşüb. Buradan gəlib bura düşübdür. Buradan bura daha doğrusu. Buradan bura gəlib düşüb. Bir də 2 nömrəli kvadratdır ki, o da hər dəfə yuxarı, 4 nömrəli kvadratdır ki, hər dəfə bir addım yuxarıya qalxır. Bu ikisi isə hərəkət eləmirlər. Hər dəfə yerlərində qalıblar olduğu kimi. 73. 73 tərəzidir. Bax, burada yaxşı olar ki, bunu hərflərlə əvəzləyək. A, B bərabərdir. C yazıram bura. Ondan sonra bura B, bura D yazıram. Burada olur Y hərfi yazaq. Ondan sonra Y bərabərdir. Bura C, bura D yazaq. Bizdən A-nı soruşur. İndi biz əvəzləmənə, məsələn, burada Y-nin əvəzinə, bax burada BD yaza bilərdik. Y, BD-yə bərabərdir. BD bərabərdir CD-yə. Buradan da D-lərin birini aparsaq, BDB C-yə bərabər olur. Təzdən indi aparıb burada C-nin yerinə BDB yaza bilərik. Yəni AB bərabərdir. BDB, bir dənə də BDB yazırıq. İndi eyni hərfləri silirik. Nəticədə A bərabərdir. Bizdən nə soruşur? DB olur. İndi biz də burada əvəzləmə apara bilərik. Biz bayaq tapmışdıq ki, BD hərflərin yerində işləyən problem deyil. C-yə bərabərdir. İndi biz A-nı belə yaza bilərik. BDB-ni C ilə əvəzləyə bilərik. CDB yaza bilərik. Buradan da görülür ki, CD nəyə bərabərdir? Deməli, CD buradan da bərabərdir.
deməli, daha doğrusu buradan da görürük ki, BD nəyə bərabərdir? BD Y-yə bərabərdir. Biz də BD-ni Y ilə əvəzləsə, elə bil alırıq CY. O da Y variantındadır. Fikir verin, bu Y hərfini göstərir. Burada C hərfi yazmışıq da. Ya da bu C hərfini göstərir. Bu da Y hərfini göstərir. Yəni C'yi alırıq. Biz aldıq C'yi, o da Y variantındadır. Biz bu fiquru C vermişdik. Buranı da Y hərfinə işarələmişdik. Keçirik 74-cü suala. Armudun qurusu qalxdı, üzümün qurusunu isə kişmiş deyirlər. Düzgün cavab Y variantı olur. Sonra baxırıq 75-ci sual. 75 ardıcılıqdır. Necə gedir həlli? 1 vurulsun 2 üstə gərək 1 3 eləyir. Ondan sonra 3 vurulsun 3 üstə gərək 2 11 eləyir. Sonra 11 vurulsun 3 üstə gərək 11 vurulsun 4 üstə gərək 3 47 eləyir. Sonra 47 vurulsun 5 üstə gərək 4 239 eləyir. Düzgün cavab 239 Y-dir. Məsələn, növbəti də 239 vur 6 üstə gəl 7 eləyərdi. 1439 alınırdı. 6 üstə gəl 5 edədir. 1439 alınırdı. Deməli, 2-yə vurub 1 gəlib, 3-ə vurub 2 gəlib, 4-ə vurub 3 gəlib, 5-ə vurub 4 gəlib, 6-ya vurub 5 gəlirsiniz. 76 biraz çətin sualdır. Buradakı sağdakı rəqəmləri 2-yə bölürsünüz. 8-i 2-yə böləndə 4, 4-ü 2-yə böləndə 2. Sonra belə gedir. 10 üstə gəl 4, 14, 14 çıxılsın 5, 9, 9 üstə gələ 2, 11, 11 çıxaq 8, 3 eləyir. Sonra burada 14-ü 2-yə böləndə 7, 20-ni 2-yə böləndə 10 eləyir. Ondan sonra, deməli, burada yenə birinci toplayırıq. 4 ilə 7-ni toplayanda 11, 11-dən 5 çıxanda 6, 6-nın üstünə 10 gələndə 16, 16-dan 9 çıxanda 7 eləyir. 26-nı 2-yə böləndə 13, 2-ni 2-yə böləndə 1 edir. 2-nin üstünə 13 gələndə 15, 15-dən 9 çıxanda 6, 6-nın üstünə 1 gələndə 7, 7-dən 4 çıxanda 3. Demək, cavab 3-dür. Bura 1, bura 16. 2-yə böldük. Sonra 18-in üstünə 2 gələndə 19, 19-dan 8 çıxanda 11, 11-in üstünə 16 gələndə 27, 27-dən də 9 çıxanda 18 edir. Belə düzgün cavab D variantı olur. Açıl üstünə gəl, çıx üstünə gəl, belə gedir. 77-ci sual kəsir məsələsidir. Baxın, burada biz bunu birbaşa kəsirsiz yazmaq üçün 8, 5-lə 3-ə bölünən ədəd arıların sayını 15 qız götürə bilərik başdan. Və deyir ki, deməli, arıçı müşahidə edir ki, bir dəqiqə ərzində arıların 5də biri sarı rəngdir. 15-in 5də biri neçə edir? 3 edir. Deməli, sarılar 3x-dir. Bənövşəyi rənglər isə 15-in 3də biri 5x edir. Ondan sonra deyir ki, gül tozu gətirənlərin sayları fərqinin 3 misli qədər. Gül tozu gətirənlər bənövşəyə və sarıdır da. Deməli, 3 misli qədərinin nektar gətirdiyini və gül tozu saylarının 3 misli qədər nektar gətirdiyini və daxil içi olduğunu görürük. Deməli, nektar gətirənləri də tapmaq üçün bunların fərqini tapmalıyıq. 5 qızdan 3x-i çıxıb 3-ə vurmalıyıq. 3 misli qədər deyir. Bu da eləyir 6x. Deməli, nektar gətirənlər 6x-dir. Və əlavə 3 dənə də arı görür, erkək arı. Burada mörtəzdə yazır ki, erkək arılar qətiyə gül tozu və nektar gətirmir. Deməli, gül tozu gətirənlər sarı ilə bənövşəyidir, 3x ilə 5x toplayırıq. Və nektar gətirənlər 6x-dir. Və üstünə də əlavə 3 arını gəlirik. Ümumi arılarımızın sayı 15x-dir. Bu təmliyi həll edirik. Nəticədə alırıq ki, 15x-dən 14x çıxanda deməli, 14x-də gəlir 3 bərabərdir 15x, 15x-dən 14x çıxanda 1x qalır, x bərabərdir 3. Ümumi arıların sayını soruşursa 3-ü 15-ə vururuq, 45 olur. Məsələn, sarını soruşsa 9 olardı, 3-ü vurardıq, bənövşəyə 3-ü 5-ə vurardıq, 15. Nektar gətirən isə, deməli, 3-ü 6-ya vurardıq, 18 olardı. Keçirik, ondan sonra növbəti 78-ci sual. 78 isə, deməli, sudoku sualıdır. Gəlin baxaq. Burada birinci, bax bu sudokuda bilirik də, hər blokda, sətir sütunda rəqəm təkrar ola bilməz. Birinci növbədə burada bir rəqəmlərinin yerini tapmaq olur. Bu blokda bir rəqəmi bura düşəcək. Çünki yuxarıda yazıla bilməz. Ondan sonra digər tərəfdən, məsələn, bax burada da bir rəqəmi burada dura bilməz. Bir rəqəmi ancaq burada dura bilər bu blokda. Ondan sonra bir rəqəmi, deməli, növbəti blokda bax, burada bir rəqəmi ancaq burada dura bilər, burada dura bilməz, bir rəqəm burada dura bilər. Deməli, növbəti blokda da bir rəqəmi o zaman yalnız burada durar, buralarda dura bilməz. Bir var, bir burada var, bir var, bir var. Birlərin deməli yerini tapmış olduq. Harada?
dura bilirlər. Ondan sonra digər tərəfdən, burada biz digər tərəfdən bax 2 rəqəm burada olduğu üçün bu blokda heç yerdə dura bilmir, ancaq 2-nin dura biləcəyi yer buradır. 2-nin də deməli yerini tapmış olduq. Sonra 4 rəqəm burada dura bilməz, çünki 4 burada var. Burada onda 5 rəqəm duracaq, burada 4 rəqəm duracaq. O zaman artıq burada avtomatik 3 rəqəmi qalır, yerdə 3 rəqəmi qalır. Sonra 2 rəqəmi bax bu blokda burada dura bilməz. 2 ya A-nın yerindədir, ya da burada da aşağıda dayanacaq, ya A-da, ya burada. O zaman burada deməli 2 rəqəmi dura bilməz bu blokda. 2 rəqəmi yuxarıda dura bilməzdir. Çünki bu ikisindən biri 2-nin yeridir. 2 burada da dura bilməz. Burada 2 var. 2 burada da dura bilməz. Burada var. 2 rəqəmi yalnız burada dura bilər. Çünki bu A ilə bu ikisindən biri mütləq 2-nin yeridir. O zaman burada 2 rəqəmi dura bilmir. 2 buradalarda da dura bilməz. 2-nin yeri o zaman buradır. Avtomatik 4-ün aşağısı 3 düşəcək. Bura 3-ün yeri olacaq. Ondan sonra deməli burada qaldı 5 ilə 4 rəqəmi qaldı. Sonra yuxarıda deməli 3 ilə 5 rəqəmi qalıb, aşağıda da 3 rəqəmini bura yaza bilməliyik. Onda bura 5 yazarıq, bura 3 yazarıq, avtomatik bu blokda doldu. Deməli 4 ilə 5 rəqəmi qaldı ki, sonra burada 4 ilə 5 rəqəmi qalır. Ondan sonra deməli bu sol tərəfdə 2 və yaxud da ki 4 durmalıdır. Digər tərəfdən 4 rəqəmi bu blokda B-nin yerində burada dura bilməz, çünki burada var. Deməli B-nin yerində avtomatik 4 rəqəm duracaq. Ondan sonra deməli onda bura olacaq avtomatik 2 rəqəmi. Bura 2 rəqəmidir. Ondan sonra deməli 4 burada durur. Burada artıq bu blokda burada duracaq rəqəm olacaq 2 rəqəmi. Çünki 2 rəqəmi çatışmır. Onda A-nın yerində 5 olacaq avtomatik. Deməli A-mız bizim 5-dir, B-miz də 4-dür. Bunların cəmi 9 edir. Bunları da tamamlamaq olar artıq. 1, 5, 2, 3 ilə 4, 3-ü bura yaza bilmərik. Bura 4, bura 3 yazarıq. Yerdə qalır deməli 4 ilə 5, 4-ü bura yazarıq, 5-i bura. Burada da qalır ancaq hansı rəqəm qalır? 5 rəqəmi qalır burada. Demək ki, artıq stokumuz hazırdır. Deməli 5 ilə 4-ün cəmi 9 edir. Baxırıq növbəti suallara. Deməli 79-cu suala baxırıq. 79-cu sual gördüyümüz kimi qrafiklə bağlı olan bir sualdır. Və burada biz nisbətlə veribdir. Gəlin baxaq. Birincidə deməli A-nın burada yazıb A ağ sahənin kvadrat payıdır. B isə qaranın. Deməli burada ağ sahəyə nə qədər düşür? Ağ sahəyə burada düşür deməli 6 dənə. 6 bölünsün. Qara sahəyə 2 düşür. 3 olur. Yəni y 3-ə bərabərdir. Ondan sonra YB-ni tapmaq üçün burada isə ağ sahəmiz bizim 4 dənədir, qara sahəmiz də 4 dənədir. 4-ü 4-ə böləndə 1 eləyir. Ondan sonra burada da yenə nisbətlər bərabərdir, 3-ün 3-ədir. O da bərabər olacaq 3 bölü 3, 1. Deməli YK 3-ə bərabər olacaq. Ağları qaralara bölürük. Yenə deyirəm, burada 6-nı 2-yə böldük, burada 4-ü 4-ə, burada isə 3-ü 3-ə böldük. Deməli, ikisi bir-biri 3 olan A variantıdır. Burada baxın, YK 3-ə uyğundur, YB 1-ə, YC 1-ə uyğundur. O da A variantında verilibdir. 83-cü sual. Prizmanın üzləri çoxbucaqlı gedir, dairə isə deməli silindir gedir. Düzgün cavab burada olacaq Y variantı. Ondan sonra 81-ci suala baxırıq. 81-ci sualda isə demək burada cədvəllərdə kəsişmələrə fikir verəcəyik. Demək, birinci, bax burada necə gedir həlli? Buradakı ədədləri, sətir boyu yazılı ədədləri kvadrata yüksəldib, sütunla toplayıbdır. 3-ün kvadratı üstə gəl 6, 15 eləyir. Sonra 5-in kvadratı üstə gəl 6, C olacaq 21. Sonra B olacaq 4-ün kvadratı üstə gələk 7, o da 23 eləyir. Ondan sonra A-nı tapanda olacaq 3-ün kvadratı üstə gəl 8, o da 17 eləyir. Deməli, A 17, B isə olacaq 23. Və C-ni də tapmışıq 21. C də oldu 31 daha doğrusu. 5-in kvadratı üstə gəl 6, C olur 31. Deməli A oldu 17, B oldu 23, C də 31-dir. Bunları da toplayanda düzgün cavab eləyəcək 71. Yəni E variantı doğru cavab sayılır. Keçirik növbəti 82-ci suala. 82-də deməli meşədə odunçu olur və onun aləti baltadır və dənizdə balıqçı olur və onun tutduğu alət, ovun tutmaq üçün aləti balığı tilovla tutur. Cavab burada olacaq Y variantı.
Baxırıq 83-cü suala. 83 şəkilləri üst-üstə qoyub bizə deyir ki, axırda hansı hissəni istəyir? Bizdən axırda 3-cü lövhəni, 2-ci lövhəni istəyir. 1 ilə 2 və 1 ilə 3-ü burada üst-üstə qoyubdur. Və indi burada isə deməli 1 3-dən 2 3 üst-üstə qoyub. İndi gəlin biz baxaq görək. Məsələn, bax, birinci hissəni burada tapmaq olar. Birinci hissə buranı göstərir. Çünki ikisində də var. Burada 1 3-dür. Görürsünüz, burada bu x yoxdur. Həm də bax, bu diagonal da 1-i göstərir. Diagonal isə daha doğrusu 2-ni göstərir. Hansı ki, burada yoxdur. Yəni, üzü bu tərəfə olan diagonal, bax, üzü bu tərəfə olan diagonal 2-ni göstərir. Üzü bu tərəfə olan diagonal isə 3-ü göstərir. Görürsünüz, bu şəkildə var. Deməli, üzü sağa olan diagonal olacaq. O da bir dənə D variantında var. Düzgün cavab olacaq D variantı. Yəni, bizdən ikincini istəyir. Həm də burada, məsələn, deməli, bax, burada bu kvadrat özü də 2-yə aiddir. Görürsünüz, burada var bu kvadrat. Kvadrat özü isə deməli, kvadrat özü 2-yə aiddir. Bax, 3-ə aiddir kvadrat özü. Çünki burada ikisində var kvadrat. Burada da var kvadrat. Burada da var, amma burada 2-də yoxdur kvadrat. Yəni, bu kvadrat əgər deməli 2-yə aid deyilsə, həmin kvadrat 3-ə aiddir də. Deməli, kvadrat 3-ə aid olduğu üçün bütöv kvadrat. Ona görə bu variantı da götürmürük. Bunu çıxırıq. Diagonalın istiqaməti bu tərəf olan bir dənə D variantıdır. 2D-ni göstərir. Yəni, burada hissə tapmaq olar. Dediyim kimi, bu 3-ü göstərir. Diagonalın istiqaməti, deməli, bu tərəfə olan 2-ni göstərir. Və kvadrat özü, bütöv kvadrat özü, deməli, 3-ü göstərir. Və buradan düzgün cavab olacaq, D variantı olur. Sonra 84-ə baxırıq. 84 simetriyadır.